Hər kəsə salam. Bilirsiniz, maliyyə azadlığına çatmağın arxasında çox sadə, amma inanılmaz dərəcədə güclü bir riyaziyyat dayanır. Gəlin bugün bu sirri birlikdə açaq və görək bu necə mümkündür. Gəlin səmimi olaq. Çox vaxt maliyyə azadlığı ideyası bizə elə uzaq, elə əlçatmaz bir xəyal kimi görünür ki, bu hiss də asanlıqla ümidsizliyə, o da öz növbəsində pis xərcləmə vərdişlərinə gətirib çıxarır. Amma mən sizə göstərəcəm ki, əslində vəziyyət heç də belə olmaq məcburiyyətində deyil. Əslində məqsədimiz çox sadədir. Sizə maliyyə müstəqilliyini aparan aydın bir yol xəritəsi vermək. Unutmayın, plansızlıq birbaşa ümidsizliyə aparır. Aydın bir plan isə, bax o, azadlığa aparan yoldur. Yaxşı, yol xəritəmiz belədir. Əvvəlcə problemin kökünü, yəni tapmacanı anlayacağıq, sonra hər şeyi dəyişdirən o qar topası effektini, yəni mürəkkəb faizin gücünü öyrənəcəyik. Sonra sizin üçün 20-lik bir plana baxacağıq, hədəf rəqəminizi tapmağa kömək edəcəyik və sonda bütün bunları necə reallığa çevirə biləcəyimizi müzakirə edəcəyik. Gəlin elə ilk hissədən başlayaq. Əsas problem nədir? Problem budur ki, bir çox insan maliyyə azadlığını arzulayır, lakin əlində aydın bir strategiya olmayanda, çox tez bir zamanda ümidini itirir. Bax, məhz bu plansızlıq insanları yola başlamaqdan çəkindirən ən böyük maneədir. Hədəfə necə çatacağını bilməyəndə hərəkətə keçmək çox çətinləşir və pul da sanki barmaqların arasından axıb gedir. Yaxşı, indi keçirik əsas həll yoluna, mürəkkəb faizin o möhtəşəm gücünə. Bunu sadəcə təsəvvür edin. Dik bir yoxuşdan aşağı yuvarlanan və getdikcə böyüyən bir qar topası. Bax, pulunuz da eyni ilə bu cür arta bilər. Gəlin çox konkret bir ssenariyə baxaq. Düşünün ki, 55 yaşınız var, hesabınızda 100.000 dollar pul var və qərara gəlirsiniz ki, növbəti 10 il ərzində hər ay bu hesaba 1000 dollar da əlavə edəcəksiniz. Görəsən, fərqli gəlir faizləri nəticəni necə dəyişir? İndi bu rəqəmlərə diqqətlə baxın, çünki bu həqiqətən də heyrətavizdir. Deməli, illik 3% gəlirlə pulunuz təxminən 272.000 dollara çatır. Pis deyil, hə? Amma gəlirliliyi 10%-ə qaldıran kimi məbləğ demək olar ki, 2 dəfə artır və olur 469.000 dollar. Əsl möcüzə isə 20% gəlirliliyi ilə baş verir. Pulunuz az qala 1 milyon, yəni 930.000 dollara çatır. Bu fərq sadəcə inanılmazdır. Yaxşı, bəs bu inanılmaz rəqəmlərin arxasındakı sehr nədir? Bu, mürəkkəb faizin gücüdür. Yəni, artıq sadəcə qoyduğunuz ana pul yox, həm də onun gətirdiyi gəlir də sizin üçün işləməyə başlayır. Başqa sözlə, pulunuz özü üçün pul qazanır. Və bu, zamanla həmin o böyüyən qar topası effektini yaradır. İndi gəlin biraz da fərqli, bəlkə də çoxumuza daha yaxın olan bir ssenariyə baxaq. Sıfırdan başlayıb 20 il ərzində sərvət yaratmaq. Gəlin görək bu prinsiplər daha uzun bir müddətdə necə işləyir. İndi təsəvvür edin ki, 25 yaşınız var, karyeranızın başlanğıcındasınız, heç bir yığımınız yoxdur və qərara gəlirsiniz ki, bugündən hər ay 1000 dollar yığmağa başlayacaqsınız. Görək, 20 il sonra bu sizi hara apara bilər? Hazır olun, çünki indi mürəkkəb faizin daha da güclü nəticələrini görəcəyik. Baxın, ayda 1000 dollar yığımla illik 5% gəlir sizə təxminən 400.000 dollar gətirir. 10% gəlirlə bu rəqəm 750.000 dollardan çox olur. Amma 20% gəlirliliyə nail olsanız, 20 ilin sonunda nəticə nə olur bilirsinizmi? 2,2 milyon dollardan. Gəlin bir anlıq bu rəqəmə fokuslanaq. 2.240.000 dollar. Bu, hansısa lotereya uduşu deyil, xəyal deyil. Bu, sadəcə ayda 1000 dollar yığmağın, ağıllı investisiya etməyin və mürəkkəb faizin sizin yerinizə işləməsinə icazə verməyin real nəticəsidir. İlk baxışdan bu 15-20% kimi gəlir, faizləri bəlkə də sizi qorxudur, elə bilirsiniz ki, bu yüksək riskli bir qumardır. Amma əsla. Söhbət tez varlanmaq üçün riskli aktivlərə pul atmaqdan getmir. Söhbət S&P 500 və ya Nasdaq kimi geniş bazar indekslərinə ardıcıl, intizamlı şəkildə investisiya etməkdən gedir. Bu, zamanla sərvət yaratmağın artıq sübut olunmuş bir yoludur. İndi isə gəlin bu planı biraz da fərdiləşdirək. Artıq söhbət ümumi rəqəmlərdən yox, məhz sizin hədəflərinizdən gedəcək. Yaxşı, indi sualı birbaşa sizə verirəm. Sizin hədəfiniz nədir? Tutaq ki, hədəfiniz 1 milyon dollara çatmaqdır. Ayda da 1000 dollar yığırsınız. Gəlin hesablayaq, görək bu nə qədər vaxt aparacaq. Baxın, bu cədvəl dəyişənlərin gücünü mükəmməl şəkildə göstərir.
Ayda 1000 dollar yığım və 10% gəlirlə 1 milyon dollara 22 illə çatırsınız. Gəliri 15%-ə qaldıranda müddət 5 il qısalır, 17 ilə enir. Amma əsl möcüzə yığım məbləğini artıranda baş verir. Ayda 2000 dollar yığmaqla hədəfinizə cəmi 13 ilə çata bilərsiniz. Yəni 9 il daha tez. Buradakı əsas mesajı anladınızmı? Maliyyə gələcəyinizin sükanı tamamilə sizin əlinizdədir. Nə qədər çox yığsanız, azadlığa o qədər tez çatacaqsınız. Bu qədər sadə və aydındır. Yaxşı, bura qədər riyaziyyatdan danışdıq. İndi isə ən vacib hissəyə, bütün bu rəqəmləri reallığa çevirmək üçün ata biləcəyiniz konkret praktiki addımlara keçirik. Bu stat çox güclüdür və bir anlıq düşünməyə vadar edir. Bəlkə də ayda 2000 dollar yığmaq sizə fantastik gəlir. Amma bu sözlər sizin yığım potensialınızla bağlı bütün fərziyyələrinizi şübhə altına almaq və sizi daha böyük düşünməyə ruhlandırmaq üçündür. Bəs bu yolda hansı addımları atmalısınız? Birincisi, kiçik başlayın, heç nədən yaxşıdır. İkincisi, israfı, lazımsız xərcləri kəsin. Üçüncüsü, gəlirinizi artırmağın yollarını axtarın. Yeni bacarıqlar, daha yaxşı iş, əlavə gəlir mənbəyi. Dördüncüsü, investisiyanı avtomatik bir vərdişə çevirin və ən əsası, maliyyə biliklərinizi artırmaq üçün öyrənməyə, araşdırmağa davam edin. Və beləliklə sizi passiv şəkildə dinləməkdən dərhal konkret fəaliyyətə keçməyə sövq edən son bir sualla bitiririk. Bu qədər məlumatdan sonra bugün maliyyə azadlığınıza doğru atacağınız o ilk, bəlkə də kiçik, amma çox vacib addım nə olacaq? Qərar sizindir.